5 may şair tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavadın doğum günüdür. Əhməd Cavad 1892-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. O ilk təhsilini 3 il kənddə, Molla yanında alıb. Atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə əvvəlki ərindən olan uşaqlarının yanına gedib. Əhməd Cavad Şah Abbas məscidi nəzdindəki Müsəlman Ruhani Seminariyasında təhsilini davam etdirib. 1912-ci ildə seminariyanı başa vurub və 1 nömrəli qız məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələri ilə müxtəlif qəzet və jurnallarda çıxış edib. Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlayarkən əsasən Azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedir. Əhməd Cavad da Türkiyə tərəfindən əməliyyatlara qoşularaq Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. Şair 1918-ci ildən Müsavat Partiyasının üzvü olub və Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində yaxından iştirak edib. Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutun Ədəbiyyat və Tarix Fakültəsinə qiyabi daxil olub. 1937-ci ildə müəllimi Hüseyn Cavid, tələbəsi Mikail Müşfiq və həmyerlisi Vəli Xuluflu ilə eyni vaxtda həbs edilib. O, 1918-ci ildən müsavatçı kadrlardan olması, gizli müsavatçılıq işini davam etdirməsi, Azərbaycandakı mövcud üsyankar təxribatçılıq, terror, diversiya, millətçi təşkilata qoşularaq Sovet hakimiyyəti rəhbərlərinə qarşı terrorçuluq aktları və kapitalist ölkələri xeyrinə casusluq etməsi, Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədi güdməsi tamlarıyla oktyabrın 12-dən 13-nə keçən gecə güllələnib. Əhməd Cavad həbs olunandan sonra Mircəfər Bağırov Əhməd Cavadın Acar qızı həyat yoldaşı Şükriyə xanıma Cavaddan boşanmasını təklif edir. Boşanmayacağı təqdirdə onu həbs edəcəkləri ilə hədələyir. Şükriyə xanımın isə Mircəfər Bağırova cavabı belə olur. Biliyorum. Ahmet'imi kurşuna dizeceksiniz. Ama benim atacağım bu imza sizin kurşunlarınızdan daha çok öldürür Ahmet'imi. Asker, götürün! Beləliklə, Acar qızı Şükriyə xanımı da Qazaxıstan çöllərinə sürgünə göndərirlər. Sürgünə göndərilən qadınlar yol boyu nəzarətçilər tərəfindən təcavüzə məruz qalırlar. Mən heç kimə, heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun. Belə deyən Şükriyə xanım hər tualetə girdiyində paltarlarını çıxarıb tualetin döşəməsini silər, sonra əyninə geyərdi. Ondan gələn cüzam iyinə görə kimsə ona yaxınlaşmazdı. Qazaxıstanın o dəhşətli düşərgəsində ömrünün düz 8 ilini xərclədi Şükriyə xanım. Körpə övladlarından, sevdiyi həyat yoldaşından, vətənindən, torpağından uzaqlarda. Odun doğradı, yük daşıdı, dərzilik, aşbazlıq elədi. Düz 1955-ci ilin 30 iyuluna qədər. Şükriyə xanım vətənə dönəndən sonra şəhər-şəhər, kənd-kənd dolaşıb balalarını başına yığdı. Şəmkirin Seyfəlisində, Əhməd Cavadın ata yurdunda şərəflə yaşadı və şərəfi ilə də bu dünya ilə vidalaşdı.